Pulavi şəhərində keçirilən 8-11 may tarixlərini əhatə edən bu mötəbər beynəlxalq yarışda idmançılarımız 5 qızıl, 2 gümüş, 2 bürünc medal qazanaraq vətənə dönüblər. Azərbaycan Karate Federasiyası prezidentinin köməkçisi və Fotokan üslubu üzrə rəsmi nümayəndə Vüsal Abdullazadə yarışla bağlı təəssüratlarını bölüşərək bildirdi ki, komandamız 4 gün ərzində həm döyüş meydanında, həm də xarakterində peşəkarlıq, əzm, milli ruh nümayiş etdirdi. Gənc idmançılarımızın göstərdiyi iradə və özlərini sübut etmələri gələcəyə ümidimizi daha da artırdı. Azərbaycan bayrağını bir neçə dəfə podiumda yüksəltmək bizim üçün böyük fəxr və məsuliyyət idi. Abdullazadə həmçinin komandaya rəhbərlik edən baş məşqçi Bəşir Məhmudovun rolunu da xüsusi qeyd edib ona təşəkkürünü bildirdi. Qızıl medal qazanan idmançılarımız Vəlizadə Hacıəli, Seyidov Vüsal, Ələkbərov Tahir, Zeynallı Şəfaqət, Səfərli Qorxmaz. Gümüş medal qazanan idmançılarımız Babək Qələmzadə, Bağırov Məhəmməd. Bürünc medal qazanan idmançılarımız isə Heydərzadə Kamran, Bayramov Siyavuş. TV1 kollektivi adından idmançılarımıza uğurlar arzulayırıq.